Təhrif sözü gələn rivayətlərdə, hansı rivayətlərdə ki, təhrif görsəz, həm dəqiqə mən demişəm sizə, məsələn, filan şia alimi çıxıb ki, Quran-Kərim təhrif var. Filan baxsan rivayətə hədisə, yazır ki, Quran-Kərimin təhrif belə. Deyirsən, ay vətəndaş, sən marağın var deməli, yaman canfaşanaq eləyirsən ki, Quranda təhrif var, saxtalaşıb, bu da sizin Quranınız, düzdür? Niyə sən düşünmürsən, məğlanmırsan, sən bir insafla davransan, yəni düşmənsevi kişi kimi eləsən, mərd-mərdanə eləsən, baxmalısan ki, burada rivayətlərdə qeyd edilən təhrif sözündən və şia aliminin dediyi təhrifdə məqsəd nədir? O ləfzi təhrifdir, yoxsa mənəvi təhrifdir? Oxumuşuz da, kəlmənin azalması, çoxalması, ayələrin düzlüşündə olan təhrif, yoxsa məna cəhətdən təhrif. Demişəm, yenə misal vururam. Çayla dəstəmaz almağı olar olmaz. Birinin zehində içməli çaydır, deyir olmaz. Niyə? Çünki qarışıq sudur. Birinin zehində Araz Kürd çaydır, nəlim Viləş çaydır. Deyir ki, olar çünki ağabbadı qarışıq götür, axar çaydır. Mən çayın özü, buna dəstəmaz almaq olar. Yəni, gərək bəlli olunsun ki, çay hansı çaydır, sonra bəhs olunsun. Deyir, burada həmsinin təhrif sözü hansı rivayətlərdə varsa, o istilahi, yəni terminoloji mənada olan təhrif deyil. Mənəvi təhrifdir. Məna cəhətindən belə yozmaqlığı var. Mənaca təhrif, yəni mənəvi təhrif, yəni ki, məna cəhətindən yozmaqlığı var. Nə qədər ayə var ki, məsələn, belə oxuyursan, elədir. Sən bunun mənasını yoz ora, alınır. Bu oxuyur, yoruzu başqa yerə, o da alınır. Bu məna cəhətini təhrif edirlər. Bu var, demirəm, amma həqiqətdir. O deyir, mənim marağına görə yozur. Bu var. Buna Allah cavabdeh deyil. Allahın bir məqsədi var. Allahu Saməd. Allah ehtiyacsızdır. Bu mənası budur da. Sən bunu məsələn başqa yerə yozsan, o Allah ona cavabdeh deyil ki, problem sən özü nə demək. Yəni insan bilsin ki, burada təhrif nə deməkdir. Xisal kitabı var, görmüşsünüz, eşitmişsiniz. Səhifə 174-də. Deməli, orada rivayət var ki, Şeyx Saduqun kitabıdır. Eşitmişsiniz, 3 dənə şey şikayət elər. Bilirsiniz də. Biri məsciddir, biri itrət, biri müshəf. Məscid budur ki, məni boş qoydular və məni zay etdilər. Zay yəni ki, məni püskən qoydular, belə deyək. İtrət yəni ki, bizi öldürdülər. İtrət yəni Peyğəmbərin əhl-i beyti. Bizi öldürdülər, bu da şikayətlər. Müshəf nədir bəs? Çox maraqlıdır burada, mən bu kəlməni oxuyayım. Diqqətlə qulaq olsa, ərəbcəsini oxuyacağım. Bir dənə nöqtə dəyişir mənanı. Deyir, müshəf barəsində bu rivayətdə qeyd olunur ki, biz oxumuşduq, əqiq üzük. Hədis dərsimizdə. Bu da çox şey dərsi. İnşallah gələndə daha izahın gələndə alınmayacaq bu dərslərimizdə gün işinə qədər. Bir də nöqtə dəyişir mənanı. Demiş ki, əqiq üzlük deyir, əqiq məntəqəsidir. Deyir, müshəf barəsində o hədis qeyd olunur ki, müshəf yəni ki, kitab da, kitab şikayətlər ki, məsələn, mən oxumadılar. İndi o ərəbcəsini oxuyuram. Deyir, müshəf barəsində deyir ki, müshəf niyə şikayət elər? Belə var. Hərrifuni. Hərrifuni hərf. Məndir. Məni təhrif elədilər. Və məzzəquni. Məni para etdilər. Dikət etdilər. Baxaq indi bura. Deyir, amma indiki nüsxələrdə Xisalın əvvəlki mənbələrində fərqlidir. İndiki nüsxələrində fərqlidir. Nə yazıb? İndiki nüsxələrdə hərrifuni deyil. Hərriquni yazıb. Funan qaf eyni hərfdir də, düzdür. Ortasına əvvəli bir-birinə oxşayır. İndi sərbəstsən axırına kimi hər bir halda. Nöqtə fərq eləyir. Birinə 1 f hərfi, o birinə 2 nöqtə nə olur? Q hərfi. Bir əvvəlki çaplarda hərrifuni yazılıb. Quran şahidlər niyə? Deyir, çünki mən təhrif elədilər.
Amma iki nüsxələrdə f deyil, q deyil. Nöqtə səhv düşüb. Hərriquni, yəni məni yandırdılar. Nə qədər dəyişir məna? Bir də nöqtə dəyişir mənanı. Deyir, Quranı şikayətləsə ki, məni dəyişdilər. Onda belə çıxır ki, Quran dəyişilib. Belə çıxır. Və yaxud da məsələn, harasa yozaq ki, o mənada deyil, mənəvi cəhətdən təhrif. Harasa demək ki, yaxşı da, sənin xətri qəbul elə bu sözü, mənəvi təhrif. Amma baxsam, indiki çapla görürsən ki, təhrif yazmıyor, hərrifuni deyil, həriquni yazıb orada. Yəni, məni yandırdılar. Nə vaxt yandırılıb? 3-cü xəlifənin dövründə oxumuşu da, Qurana yığıb yerə, yandırıb filan və s. İndi bu da ola bilər. Hər bir halda nöqtə səhvi dəyişir mənanı. Bunu oxuyan inşallah qutaraq 2 dəqiqəyə. İnnəhum bətrəul Qur'an. Onlar Qur'anı bətr etdilər. Bətr nə deməkdir? Bətr, yəni kənara qoymaq və ona əməl etmək deməkdir. Müshəfi yandırdılar. Bir mənası budur ki, onu kənara qoydular, oxudular, amma əməl eləmədilər. Quranı buna şikayətlər. Mən oxuyurdum. Bu var ki, evdə qoyarsan ancaq and içmək üçün və ya tozunu silmək üçün və ya olsun sənin kitabın stol üstü. Yox, bir də Quran. Bu da şikayətləyəcək. Çünki o bəzək üçün deyil, sırf and içmək üçün deyil. Və yaxud da evində olsun kitabın, Quranın sırf oxumaq üçün deyil. O da şikayətləyəcək, bu da şikayətləyəcək. Nə üçündür? Əməl etmək üçündür. Əməl olub mən Quranı şikayətləyəcək də. İnsan öləndə, Allah hamımızı uzaq eləsin, gələr molla məhəccin, səhəccin yasını oxuyaq, başqa ayəni oxuyaq. Hər ayə bizə xeyir deyil. O ayə kimi mən əməl etməmişəm, qumardan danışır, içkidən danışır. Mən qumar məsələn, onunla olmuşam, içki filan, Allah hamımızı uzaq eləsin. Əməl etməmişəmsə, o mənə xeyri yoxdur onun. O ayə mənə ziyan vuracaq. Hər ayə, hər ölü şadləmir. Əməl olunan ayə, əməl eləyən rəhmətli şad eləyir ruhun. Və var təzyiə. Təzyiə, yəni zay eləmək. Bu nə deməkdir bəs? Ki, bəq oxuduq. Para etməliyik, zay etməliyik. Yəni, onu tamam etməli, ortadan aparmalıq mənasındadır. Bu qədər. İnşallah Arun ikinci saat qeydlərəm. Bura məscidin mənası nə deməkdir və nə demək istəyir. Bu qədər. Allah zihnimizi açıq eləsin. Allah elimizi artıq etsin. Amin. Allahümmə səllə ələ Muhammed və Muhammed və acil fəracəhum.